Bu dərsimizdə sizinlə Word proqramında sənədlə fərqli görünüş rejimlərində işləmək haqqında danışacağıq. Microsoft Word 2010 proqramının pəncərəsinin tam ortasında şəkillərin, mətnin və cədvəllərin əlavə edilməsi üçün iş sahəsi yerləşir. Burada səhifə bir neçə rejimdə göstərilir, hansılar arasında ki, View bölməsinə daxil olaraq dəyişiklik etmək olar. Bu rejimlər View bölməsində Document Views qrupunda yerləşir. Gəlin bunların hər biri ilə yaxından tanış olaq. Birinci rejim Print Layout rejimidir, hansı ki standart seçili olur və seçildiyində iş sahəsində səhifələrin arasında bölgülər, yazının sərhədləri və şəvqli və üfüqi olan xətkeşlər göstərilir. Əgər siz Print Layout rejimində deyilsinizsə və bu rejimə keçmək istəyirsinizsə, 3 üsuldan istifadə edə bilərsiniz. Birinci üsul Alt-Ctrl-P düymələrinə basmaqla, ikinci View bölməsinə daxil olub, Document View qrupunda yerləşən Print Layout düyməsinə basmaqla, üçüncüsü isə Status panelində yerləşən bu düyməyə basmaqla keçid edə bilərsiniz. Bu rejim çox universal rejimdir. Çünki bu rejimdə bütün format alətləri göstərilir. İkinci rejim Full Screen Reading rejimidir. Yəni bütöv ekranda oxu rejimi. Bu rejimdən sənədin oxunmasının maksimal rahatlığı üçün istifadə edilir. Bu zaman demək olar ki, bütün alətlər və düymələr ekrandan itərək iş sahəsi ekranda daha geniş şəkildə açılır. Bu rejimi də keçmək üçün iki üsuldan istifadə edə bilərsiniz. Birincisi, status sətrində bu düyməyə basaraq, ikincisi isə View bölməsində olan Document Views qrupunda olan Full Screen Reading düyməsinə basmaqla keçid edə bilərsiniz. Əvvəldə də qeyd etdiyimiz kimi, bu rejimdə demək olar ki, bütün alətlər ekrandan itir. Amma bəzi alətlər vardır ki, gördüyünüz kimi, gəlin onlarla da tanış olaq. Məsələn, oxu zamanı səhifədən səhifəyə keçid etmək üçün bu düymələrdən istifadə edə bilərsiniz. Rejimdən çıxmaq üçün Close düyməsinə basa bilərsiniz. Oxu zamanı müəyyən qeydlərin aparılması üçün buradan hər hansı bir rəngi seçib qeydlərinizi apara bilərsiniz. Və yaxud da çapdan öncəki rejimə baxmaq istəyirsinizsə, bu düyməyə basmaq olar. Əgər oxu zamanı redaktör əməliyyatının aparılması rejimində qeyd etmisinizsə, etdiyiniz dəyişiklikləri yaddaşa vermək üçün Save düyməsinə basmaq olar. Tools menüsündə də əlavə əməliyyatlar üçün alətləri görmək olar. Məsələn, hər hansı bir sözün axtarılması, qeydlərin əlavəsi və burada gördüyünüz hər hansı bir sözü rənglə qeyd edilməsi parametri və s. Ondan əlavə View Options. Burada da müxtəlif opsiyalar vardır ki, bunları da istifadə etmək olar. Gəlin baxaq. Məsələn deyək, oxu zamanı yazıların nisbətən böyük olmasını istəyirsinizsə, Increase Text Size və yaxud da əgər böyükdürsə, kiçiltmək istəyirsinizsə, Decrease Text Size seçimini edə bilərsiniz. Show One Page bu parametri seçməklə oxu zamanı səhifədə cəmi bir səhifə görsənəcəkdir. Yox, əgər 2 səhifə olmasını istəyirsinizsə, Show Two Page seçimini edə bilərsiniz. Show Printed Page bu seçimi etməklə sənəd məhz sənəd çapdan çıxmış formadakı kimi sizə ekranda görsənəcək. Allow Typing bu seçimi etməklə isə oxu zamanı həm də redaktör əməliyyatına apara bilərsiniz. Etdiyiniz dəyişikliyin qeydə alınması üçün Track Change parametrindən də istifadə etmək olar. Show Comments and Change bura daxil olaraq açılmış menyudan oxu zamanı sizə mane olacaq format funksiyaları, hər hansı bir işarələmə və qeydləri də ekrandan yığışdıra bilərsiniz.
Show Original Final Documents. Bu seçimi etməklə isə sənədi redaktördən əvvəl və redaktördən sonraki rejimində də baxa bilərsiniz. Üçüncü rejim Web Layout rejimidir. Bu rejimi əgər hazırlayacağınız sənədin internetdə yayımlanmasını qərarına gələrsinizsə istifadə edə bilərsiniz. Bu rejimə keçərək sənədinizi internet resursda yayımlanması üçün daha uyğun formada tərtib edə bilərsiniz. Bu rejimə də keçmək üçün iki üsuldan istifadə etmək olar. Birincisi, View bölməsindən Document Views qrupunda yerləşən Web Layout düyməsinə basmaqla, İkincisi isə Status panelində bu düyməyə basmaqla keçid edə bilərsiniz. Əgər siz strukturlaşdırılmış sənədlə işləyirsinizsə, məsləhət olunur ki, Outline rejimində işləyəsiniz. Çünki bu rejimdə başlıqlı abzasların struktura əsasən yerini dəyişdirilməsi imkanı verilir. Aparılan əməliyyatlar başlıqlar iyerarxiyasında abzasın yerini müəyyən etmək üçün nəzərdə tutulur. Bu rejimə keçdikdə Outline adında rejim işə düşür ki, hansısa mənada biraz qaralama rejimini bizə xatırladır. Məsləhətdir ki, başlıqların struktura bölməsinə keçmədən Home bölməsində Styles qrupunda yerləşən stillərdən birini tətbiq etməklə format edəsiniz. Plus və minus işarələri yazıdan solda yerləşərək strukturun işarəsi olaraq bilinir. Plus başlıqlar altında həm də alt başlığın və ya sadəcə olsun mətnin olduğunu göstərir. Minus işarəsi isə əksinə nə alt başlığın, nə də mətnin olduğunu göstərir. Sadə mətnin və ya abzasın qarşısında hər zaman dairə işarəsi olur. Outline, yəni struktura adlı bölməyə keçmək üçün iki üsuldan istifadə edə bilərsiniz. Birincisi, View bölməsində Document Views qrupunda yerləşən Outline düyməsinə basmaqla, İkincisi isə Status panelində bu düyməyə basmaqla keçid edə bilərsiniz. Başlığın tərkibini gizlədə və ya aşkara çıxarmaq istəyirsinizsə, iki dəfə bu işarə üzərinə basa bilərsiniz. Abzasların səviyyəsini həm yüksəldib, həm alçatmaq olar. Bunun üçün müxtəlif variantlardan istifadə edə bilərsiniz. Başlığı seçib, struktura ilə iş qrupunda olan, Outline Tools qrupunda olan, menünü açaraq, 1-dən 9-a kimi olan siyahıdan birini seçin. Məsələn, gördüyünüz kimi, 3, 4 və s. Və yaxud da seçib, bu oxlardan da istifadə edə bilərsiniz. Bu oxlardan isə başlığı adi mətnə və yaxud da adi mətni başlığa çevirə bilərsiniz. Gəlin baxaq. Gördüyünüz kimi biz başlığı seçib, onu standart mətnə qatmaq istəyiriksə, bu düymədən istifadə edə bilərik. Və yaxud da hər hansı bir mətn fraqmentini seçib, başlığa çevirmək istəyiriksə, bu düymədən də istifadə etmək olar. Gördüyünüz kimi. Əgər siz müəyyən səviyyədə olan başlıqları göz önünə gətirmək istəyirsinizsə, Alt, Shift və səviyyənin nömrəsinə görə rəqəmi basırsınız. Məsələn, deyək, Level 1, yəni birinci səviyyə, bunun üçün Alt, Shift və 1 rəqəmini basırıq. Gördüyünüz kimi, ancaq həmin səviyyədə olan başlıqlar göstəriləcəkdir.
Yox, əgər bütün sənədi ekrana gətirmək istəyirsinizsə, Show Level buranı açaraq All Levels seçimini edib ekrana gətirmək olar. Və yaxud da biraz əvvəl etdiyimizi biz Show Level, yəni səviyyəni görsət menüsündən də edə bilərik. Yəni istədiyimiz səviyyəni seçərək həmin səviyyəni məhz göz önünə gətirmək olar. Əgər sənədiniz həddindən artıq böyükdürsə, məsləhət olar ki, abzasların ancaq birinci sətirlərini göz önünə gətirəsiniz. Bunun üçün Alt, Shift və L düymələrindən istifadə edə bilərsiniz. Gördüyünüz kimi. Bir daha basarsınızsa, öz əvvəlki formasına qayıdacaqdır. Outline, yəni struktur adlı rejimdən çıxmaq üçün iki üsuldan istifadə edə bilərsiniz. Birincisi, Close Outline View seçimini edərək, üçüncüsü, Status panelində istənilən bir rejimi seçməklə keçid edə bilərsiniz. Axırıncı rejimimiz Draft rejimidir, yəni qaralama rejimi. Bu rejim isə şaquli xəttkeşin olmadığı rejim olub, demək olar ki, sadəcə olsun mətni onu format etmədən daxil etmək üçündür. Düzdür, bu rejimdə də istifadəçi Page Layout rejimində olduğu kimi istənilən obyektləri əlavə edib onları format edə bilər. Amma buna baxmayaraq, bu rejim məhz mətnin sadəcə olsun daxil edilməsi üçün nəzərdə tutulub. Bu rejimə də keçmək üçün üç rejimdən istifadə etmək olar. Birinci, View bölməsindən Document Views qrupunda yerləşən Draft düyməsinə basmaqla. İkincisi, Status Bar, yəni Status panelində bu düyməyə basmaqla. Üçüncüsü isə Alt, Ctrl, N düymələrinə basmaqla keçid etmək olar. Bir daha nəzərinizə çatdırım ki, bu rejim məhz mətnin sadəcə olsun daxil edilməsi üçün nəzərdə tutulur. İndi isə View bölməsində olan digər qruplardakı alətlərlə tanış olaq. Show qrupu. İlk olaraq buradakı alətlərə baxaq. Ruler, yəni xəttkeş. Bu parametr seçildiyindən həm üfüqi, həm də şaquli xəttkeşlər göstərilir. Grid Lines. Bu parametri seçəriksə, yazı sahəsini xəttlərlə bölə bilərik. Navigation Pane, yəni naviqasiya paneli. Özündə çoxlu başlıqlar, abzaslar olan böyük həcmli sənədlə işləyirsinizsə, işinizin operativliyi naminə abzaslara keçid etmək üçün naviqasiya panelindən istifadə edə bilərsiniz. Bu paneldə siz sənədinizin bütün sxemlərini görə bilərsiniz. Hansının ki özündə sənədin başlıqlarını və digər parametrlərini saxlayır. Naviqasiya pəncərəsi sənəddə sözün axtarışına da imkan yaradır. Bunun üçün axtarış sətrində lazımi sözü yazıb Enter düyməsinə basa bilərsiniz. Bu zaman axtarış lazımi kriteriya əsasında aparılacaqdır. Gördüyünüz kimi burada 3 alt bölmə vardır ki, bunlara da keçid etmək olar. Birinci bölüm sənədin başlıqlarına görə strukturunu göstərmək üçündür. İkincisi isə sənədinizin səhifələrinə kiçildilmiş formada baxmaq üçündür. İndi isə Zoom qrupunda, yəni miqyas qrupunda olan parametr və funksiyalarla tanış olaq. Bu qrupda yerləşən alət və funksiyalar sənədin ekranda miqyasını müəyyən etmək üçündür. Gəlin baxaq. Zoom düyməsinə basarıqsa, açılmış dialoq pəncərədə öncədən faizi müəyyən edilmiş miqyas ölçülərini seçə bilərik. Məsələn, 200%, 100%, 75 və s. Bu ölçülər bizi qane etmirsə, %, yəni faiz xanasında istədiyimiz ölçünü müəyyən edib OK düyməsinə basaraq həmin ölçüyə görə miqyası müəyyən edə bilərik. Məsələn, deyək, 85%. Yazdıqdan sonra OK düyməsinə basırıq. Gördüyünüz kimi, onu burada da görə bilərsiniz, miqyası məhz 85% olaraq müəyyən etdik. Nəzərinizə çatdırım ki, miqyasın dəyişdirilməsi üçün buradan da istifadə edə bilərsiniz.
Faiz ölçülərindən əlavə həm də digər parametrlər də vardır ki, onlara da baxaq. Page width. Bu seçimi edəriksə, miqyas səhifənin eni boyunca müəyyən ediləcəkdir. Gəlin baxaq. Seçib OK düyməsinə basarıqsa, səhifənin miqyası səhifənin eni boyunca müəyyən edilir. Və yaxud da text width. Bu seçimi edəriksə, miqyas səhifənin yazı sahəsinə görə müəyyən ediləcəkdir. Gördüyünüz kimi. Və yaxud da whole page. Bu seçimi etməklə miqyası səhifə ekranı tam sığacaq qədər müəyyən etmək olar. Və yaxud da digərləri. Many page. Bir və daha artıq səhifənin ekrana yerləşəcəyə qədər miqyası müəyyən edə bilərsiniz. Məsələn, deyək, 2 səhifə, OK düyməsinə basıram. Yəni 2 səhifə ekrana tam sığacaq qədər miqyası müəyyən etdik. Həmin parametrləri burada da tətbiq edə bilərsiniz. One page, two page və yaxud da page width. Gördüyünüz kimi. Yox, əgər miqyası yenidən 100% etmək istəsəniz, yetər ki, bu düyməyə basasınız.